Cədvələ əsasən doğru bəndləri müəyyən edin. Demək, cədvəldə gördüyümüz kimi çaylar və onların əsas qida mənbələri qeyd olunub. Demək, bəndlərimizə nəzər salaq. 1. Həkəri çayı. Həkəri bildiyimiz kimi uşaqlar Qarabağ vulkan yaylasının mənbəyini götürür və Qarabağ vulkan yaylasının mənbəyini götürən çaylar əsasən yeraltı sularla qidalanır. Amma burada gördüyümüz kimi bizə yeraltı sular deyil, yağışlar göstərdiyi üçün bu bəndimiz yanlışdır. İkinci bənd Viləş çayı. Viləş çayı bildiyimiz kimi Lənkəran Talış bölgəsinin çayıdır və o bölgənin çayları da əsasən yağış suları və yeraltı sularla qidalanır. Amma əsasən yağış suları olduğundan bəli, biz bunu doğru bənd kimi qəbul edə bilərik. Qanıq çayı. Qanıq bildiyimiz kimi Gürcüstan ərazisindən bizə Qanıq və Qabri çayları daxil olur ki, və onlar da əsasən yeraltı sularla qidalanır və burada da doğru bənd kimi üçüncü bəndi biz doğru bənd saya bilərik. Araz çayı. Araz çayı bilirsiniz ki, mənbəni Türkiyədən Bingöl hissəsinə götürür və bu çayın da əsas qida mənbələrinin içində yeraltı sular üstünü təşkil edir və burada isə buzlar və qar suları qeyd olunsa, bu bənd yanlış bənddir. 5. Köndələn çayı. Köndələn çayı bizim Qarabağ silsəsi üzərində mənbəyini götürür və bu çayın da əsas qida mənbəyi yağış sularıdır və bu bəndi də biz doğru bənd kimi qəbul edirik. Türyan çayı isə Tufan dağdan və Baş Qafqaza mənbəyini götürür və bu çayın əsas qida mənbələri isə yeraltı su sayılır və burada da buzlar, qar suları qeyd olsa, bu bənd də yanlışdır. Demək ki, bizim burada doğru bəndlərimiz 2, 3 və 5 bəndi olacaq.